Hər vaxtınız xeyir. Deməli, bu tipli test tapşırığını biz doğru cavabı tapmaq istəyiriksə, ilk dəfə mətnlə tanış olmalıyıq və sualı oxuyandan sonra mətndə həmin faktı təsdiq edən, doğruluğunu təsdiq edən bir verilən varsa, biz doğru cavabını seçə bilərik. Yanlışı o zaman seçirik ki, bu faktı təkzib edən bir fakt olsun, yəni inkar edən bir cümlə olsun. Ona görə yanlışı seçə bilərik. Nə doğrunu, nə də ki yanlışı seçə bilmiriksə, bu zaman qiymətləndirilməsi mümkünsüz cavabını işarə edə bilərik. Birinci testdə məsələn verib ki, virtual reallıq insan tərəfindən yaradılan kompüter mühitidir. Biz mətndə insan tərəfindən yaradılan kompüter olduğu barədə yəni dəqiq məlumat əldə edə bilmirik. Yəni təsdiq edən və təkzib edən bir cümlə yoxdur. Yəni, məhz buna görə də biz qiymətləndirilməsi mümkünsüz cavabını birinci testdə seçərik. İkinci test tapşırığında hal-hazırda üç ölçülü təsvirin əldə edilməsində şəkillərdən istifadə olunmur. Mətndə rast gəlsək, baxın, yazıb ki, indi üç ölçülü təsvirlərin əldə edilməsi eyni prinsipi tez-tez istifadə olunur. Şəkillər əvəzinə yalnız smartfonlar və LCD displeylər istifadə olunur. Yəni şəkillərin əvəzinə smartfonlar və displeylər istifadə olunur. Burada da ki, yazıb ki, şəkillər istifadə olunmur. Deməli, A variantı doğruymuş. Faktı təsdiqlədi. Üçüncü test tapşırığına baxsaq, ilk virtual reallıq ABŞ-da yaradılmışdı. Baxırıq ki, 1982-ci ildə qeyd olunub ki, ABŞ-da virtual reallıq cihazlarının tətbiqi və inkişafı üçün dünyada ilk laboratoriya yaradılmışdı. Yəni ilk laboratoriya düzdür, ABŞ-da yaradılıb, amma bu bizə əsas vermir ki, ilk virtual reallıq ABŞ-da yaradıldığını biz təsdiq edək. Ola bilər ki, laboratoriyada ABŞ-da yaradılıb laboratoriya, amma virtual reallıq ABŞ-da yaradılması. Yəni bunu təkzib edən və təsdiq edən fakt tapmadığım üçün qiymətləndirilməsi mümkünsüz cavabını seçə bilərik. Dördüncü test tapşırığına baxaq. İnsanın ətrafındakı qeyri-fiziki mühitə daxil olması ideyası hələ qədim dövrlərdən onu narahat edirdi. Yuxarıda qeyd olunub ki, baxaq, insan müxtəlif virtual aləm hissələri, virtual örgütləri, insanın ətrafdakı qeyri-fiziki mühitə daxil olması ideyası orta əsrlərdə incəsənət sahəsində yaranmışdı. Burada da yazıb qədim dövrlərdə onu narahat edirdi. Deməli, yanlış olacaq. Çünki orta əsrlərdə qeyd olunub. Beşinci test tapşırığında qeyd olunub ki, ətrafdakı qeyri-fiziki mühitə daxil olma ideyası orta əsrlərdə incəsənət sahəsində yaranmışdı. Baxaq. Yəni, o bayaq oxuduğum, biraz öncə oxuduğum veriləndə qeyd olunmuşdu o. İnsanın ətrafdakı qeyri-fiziki mühitə daxil olması orta incəsənət sahəsində yaranmışdı. Bəli, bu fakt onu təsdiqləyir. Deməli, burada da doğru cavabımız yenə A variantı olacaq.